Əbu Hənifə, bildiyiniz kimi Əhl-i Sünnə qardaşlarımızın birinci imamı, məzhəb imamı Əbu Hənifədir. Əbu Hənifə Numan ibn Sabit adındadır. Əbu Hənifədir. Özünün sözüdür. Ləulə sənətəyn ləhələkən Numan. 2 il İmam Sadiqin yanında oxuduğum dərs olmasaydı, Numan həlak olardı. Adı Numandır. Ma rəaytu əfqah min Cəfər ibn Muhammed və ənəhu a'ləmul ümmə. İmam Cəfər Sadiqdən savadlısı, fəqih görmədim. Ümmətin ən savadlısı odur. Bunu Əhl-i Sünnə alimi Zəhəbi, Şəmsüddin Zəhəbi Siyər-i Ə'lamun Nübəla kitabında 6-cı cild 257-ci səhifədə nəql edib və Tarixul Kəbir kitabında. Əhl-i Sünnə alimi Muhammed ibn Həsən Şeybani Əbu Hənifənin tələbəsidir. Əbu Yusuf onun tələbəsidir. 2 Əbu Hənifənin tələbəsi Əbu Yusuflə Şeybani nəql edir ki, biz gördük, ustadımız Əbu Hənifə İmam Sadiq əleyhissalamın ziyarətgahını süpürgə əlinə götürüb süpürürdü. Ziyarətinə gələnlərə xidmət edirdi. Əbu Hənifə, Hənəfi məzəbinin imamı İmam Cəfər Sadiq əleyhissalamın ziyarətgahını süpürür. Amma nə oldu sonra? Özünə bir dəstə müsəlman adını qoyanlar, özündən məzhəb, əqidə ixtira eləyənlər gəldilər Mədinədə həmin o ziyarətgahı dağıtdılar.